Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir çəkəni təmirə gətiriblər, qüsuru var. İndi orta nəticəni bir yerdə açırıq, açmağa davam edirik. Demək, bu hissədə bu detal dəyişiləcək. Yerdə qalan detalların problemi yoxdur. Demək, bu dişli çarxın əvəzinə belə bir dişli çarx və belə bir hissə qoyacaq. Bunlara etibar olmadığına görə bu hissədən dəmir ataq. Hər iki tərəfdən bağladıq, deşdik, dərmanını vurmuşuq. Üç ədəd şaybə qoyduq, üstündə yox idi. Düzdür, birinci dəfədə açılır rədd çəkən. Demək, bu hissəyə bir şaybə qoyduq. Burada şaybalar var, plasmasdandır. Yağ ilə yağladıq. Paduşkaların yerinə qoyduq. Demək, 4 ədəd idi. 4 ədəddə saxladıq. 1 ədəd bu hissədədir. 2 ədəd aşağıda, 2 ədəd burada və bu rezinlər var. Bunlar da öz yerində. Burada bu şineki dəyişdik və bunu dəyişdik. Bunlar bundan paraleldir. Belə bir şey qoyacaq. Yəni burada bu bunu tamamlayacaq. Demək, bu hissəni bu qaydada taxıb buradan sıxmayın. Çəkəni bu qaydada qoyun. Bu hissəni tərsinə qoyun. Fırladıb bu hissəyə gətirin. Bu əlindən tutub digər əlindən bağlayın. Demək, çörəyi də çəkdik. Yəni hər bir şey öz qanun qaydasında. Yəni çörək ətə bərabərdir. İş prinsipində də problemi yoxdur. Hər bir şeydə işləyir. Bu qədər, çox sağ olun izlədiyinizə görə.